Salam qızlar, hər kəsi 2017-nin ilk videosunda salamlayıram. Çox sağ olun, 2016-da mənə çox dəstək oldunuz. Ümid edirəm ki, 2017-yə də bu dəstəkləri ötürəcəksiniz. Mən sizdən öz bildiklərimi, siz isə dəstəyinizi əsirgəməyin. Elə isə ilk mövzuya başladıq. İlk videoda, 2017-nin ilk videosunda sizinlə bəzi məhsulları ayrı-ayrılıqda inceləyəcəyik. Bu bəzi məhsulların içərisinə İdeal Parfümeriya və Kosmetika dükanının mənə verdiyi, göndərdiyi hədiyyələrdir. Bu hədiyyələri mən artıq 1-2 həftədir ki, istifadə edirəm, test edirəm və onlar haqqında artıq rəylərim hazırdır. Əgər sizə də maraqlıdırsa, onda yaxın oturun və birlikdə məndə olan qulluq vasitələrini və kosmetikanı inceləyək. İlk məhsulum Lumene markasının qulluq vasitələri olacaq və bu belə bir micellar sudur. Bu micellar suda mənə 2 ədəd təqdim olunubdur. Biri səyahət ölçüsündədir. Buna çox sevindim, çünki səyahətdə micellar sular çox vacibdir və lazımlıdır. Çantaya atırsınız və lazım olan anda üzünüzü silirsiniz. Nə deyə bilərəm bu micellar su haqqında? Bilirsiniz ki, mənim ən sevimli favorit micellar suyum Bioderma suyudur. Buralarda hardasa bir şəkli qoyacağım, biləsiniz, bilməyənlər görsünlər hansıdır. Bu çox uyğun qiyməti olan bir micellar sudur və deyərdim ki, bəzi micellar suların içərisində Garnier, L'Oreal və s. daha yaxşıdır, çünki dərini onlardan daha yaxşı təmizləyir. Lakin mən o qədər də çox bəyənmədim, çünki mənim dərimə uyğun olmadı və dərimi qurutdu. Bunun tərkibində sudan başqa nəsə spirt və yaxud aromatlı bir tərkibi var, hansı ki mənim dərimdə biraz qıcıqlandırma yaratdı və deyərdim ki, dərimi qurutdu. Lakin saxlamışam yay aylarına, biraz istifadə etdim o da test üçün. Makyajı təmizləməyi isə ortadır. Məsələn, əgər mən 2 pambıqla Bioderma suyu ilə bütün üzümü təmizləyirəmsə tərtəmiz, bunun üçün isə 4 pambıq mənə lazım ola bilər. Çünki tam təmizləyə bilmir. Göz makyajını isə çox pis silir, deyərdim ki, heç silmir. Ona görə bəlkə səhərlər yummaq üçün yayda üzüm dərim daha yağlı olanda istifadə edərəm. Qiyməti səhv etmirəmsə 8-9 manat civarındadır. Kiçik ölçüsünün ancaq. Dəqiq deyə bilmərəm qiyməti ilə bağlı idealdan soruşa bilərsiniz. Lakin uyğun bir məhsul kimi bir çoxlarınız ala bilər. Əgər büdcəniz çox kiçikdirsə, dardısa, onda siz bu məhsulu əldə edə bilərsiniz. Mənə uyğun olmadı və düşünürəm ki, dərisi quru olanlar da bu məhsuldan uzaq gəzsinlər. Dərisi quru olanlara daha bir məhsul, bu da Lumene markasınındır. Lumene markası idealda təqdim olunur, yalnız mən bildiyimə görə və dekorativ kosmetikası da var Lumene markasının. Əvvəllər mən alırdım, hətta ilk göz kölgəsi bazası da Lumenedən idi məndə. Lakin sonradan bu məhsul nəyəsə bazardan yoxa çıxdı və almaq problem yarandı və artıq başqa göz bazalarından istifadə etməyə başladım. Qulluq vasitələrindən isə ilk dəfə idi test edirdim. Deməli, belə bir maskadır. Maska, əgər düzgün yadımda qalsa, 33 manatadır. Bu maska nəmləndirici maskadır, quru dərilər üçündür. Maska ilk görünüşdə belə saç jilələrini, gellərini yada salır. Özü də belə jilə kimidir, şəkillidir. Belə bir ətri var, doğrudan da saç jiləsinin ətrini verir, paraşok ətri verir, nəsə belə kimyəvi maddə ətri verir. Bunu dəriyə necə tətbiq edirsiniz? Dəriyə vurursunuz, 10 dəqiqə gözlədikdən sonra pambıq disklə və yaxud bir dəsmalla yuyub gedir, su ilə də yuya bilərsiniz, amma mən dərimə su vurmuram deyə mən bu cür təmizləyirdim və dərini nəmləndirməlidir. Bəli, dərini nəmləndirir və bu cür maskaları mən çox sevirəm, nəmləndirici maskaları, yuyulmayan maskaları. Bunu hətta dəriyə nazik bir qatla çəkib yuymaya da bilərsiniz. Gecə boyu qoyursunuz, qalır. Belə bir maskalardan biri məndə Dior markasınındır, Hydrolife Jelly Mask. Axşam maskasıdır, həftədə 2 dəfə istifadə edirəm. Bir yerlərdə şəklini qoyacağım, sağ və ya sol tərəfdə. Videoqrafım deyir ki, sağ tərəfdə olacaq. Və sonra bunu nazik qatla üzümə çəkirəm və gedirəm yatmağa. Səhər dururam, üzüm çox qəşəng, nəmli, təravətli olur. Lakin mən bunu axşam üzümə çəkib qoymazdım. Nəyə görə? Çünki şirə kimi qalır. 1 saatdan sonra hopur, 1 saat da mənim üçün gecdir. Nazik qat kimi yox, amma bir maska kimi istifadə edə bilərsiniz. Əgər kiminsə dərisi hassasdırsa, spirtli məhsullara və yaxud aromatlı, tərkibində aromatlı maddələr olan məhsullara allergiyası varsa, onda onlara da düşməyəcək zənn edirəm. Amma ümumi götürdükdə yaxşı nəmləndirici maskadır. Əgər büdcəniz azsa istifadə edə bilərsiniz.
Əlbəttə ki, Diorun maskası 100% dərimi nəmləndirirsə, bu maska isə 50% dərinizi nəmləndirə biləcək. Üçüncü qulluq vasitəsi isə çox sevdim və düşünürəm ki, bitdikdən sonra alacağım. Bu da Lumene markasının bu cür vitamin C Beauty Drops, yəni gözəllik damcıları adlı serumlarıdır. Mən bu məhsulu çox sevdim. Vitamin C ümumiyyətlə dəriyə çox gözəl enerji bəxş edir, təravətləndirir, üzün rəngini çox gözəlləşdirir. Bu krem belə dənəciklər şəklindədir, serum. Belə açılır, bölürük və dərimizə tətbiq edirik. Lakin bir çox serumlar bəzi xanımların üzlərində yayılır, yuvarlanır, elə bir çirk dəridən çıxardır. Bu da elədir, amma siz sürsəz eyni vəziyyətdə dərinizdə yayılacaq, yuvarlanacaq. Ona görə bu serumu üzə yedirdərək əlinizin içi ilə tətbiq edirsiniz və əgər səhər oyanırsınızsa və görürsünüzsə dəriniz çox yorğundur, rəngi çox solğundur, bunu tətbiq edin. Mütləq və mütləq bəyənəcəksiniz. Dəriniz doğrudan da işıq saçacaq, gözəlləşəcək və enerji dolu olacaq. Əslində istehsalçı ideyadır ki, bu məhsul 21 gün ərzində hər gün üzümüzə vurduqda üzü rəngimiz gözəlləşir. İnanıram, çünki 21 gün hələ istifadə etməmişəm, amma 10 gün ərzində mənim dərim çox gözəl bir şəklə saldı. Hətta yeni ildə 5 gün evdə oturduğumuz günlərdə də istifadə edirdim, çünki çox yatırdım və çox bəyəndim. Məncə diqqət yetirin bu məhsula, bəyəndiyim bir məhsul oldu. Növbəti məhsullar dekorativ kosmetikadan olacaq. Onu da İdeal Kosmetika firması mənə təqdim edibdir. Shades of Nude adlı Michelin markasının göz kölgəsi paletidir. Bu markaya tanış deyiləm, birinci dəfədir gördüm. İdealda satılır və qiyməti çox ucuzdur. Mən belə düşünürəm ki, bu daha çox tələbə xanımların və yaxud evdar xanımların köməyinə çata bilər. Çünki bilirik ki, biz tələbə olanda pulumuz, büdcəmiz çox az olur. Ona görə bu cür kosmetika sizin köməyinizə yetə biləcək. Əlbəttə ki, mən bu kosmetikadan almayacağam. Nəyə görə? Birincisi, yetərincə başqa firmaların kosmetikası var. İkincisi də deyəcəm nəyə görə. Deməli, ilk öncə bu cür bir göz kölgəsi paletindən danışmaq istəyirəm. Göz kölgəsi paletinin içində 12 rəng var. Hər 3 seksiyadan ibarətdir və bu cür belə fırçası var. Bu fırçanı istifadə etmədim əlbəttə ki, amma yolda, çantanızda atılacaqsa bu uyğun bir fırça olacaq, düşünürəm. Deməli, rənglər çox gözəl pigmentasiyaya malikdirlər. Lakin bu rəngləri tərtib edən şəxs bir şeyi nəzərə almayıb ki, içərisində mat rənglərdə olmalıdır, göz kölgəsi olmalıdır. Çünki gözün hər bir hissəsinə satin və yaxud shimmerli rənglər, parıltılı rənglər vursaq, bu heç də gözəl görsənməyəcək. Əgər göz qapağımızın üzərinə satin və yaxud parıltılı göz kölgəsi vurursa, kənarlarını mütləq və mütləq kontrollamaq yaxşı olardı mat göz kölgələri ilə. Rənglər çox gözəldir, gündəlikdə istifadəyə uyğundur. Pigmentasiyasını da çox sevdim, lakin təəssüf ki, qalıcı deyil. Mən bir çox bazayla bunu istifadə etdim. MAC-ın Painterly Paint Potundan istifadə etdim, Urban Decay istifadə etdim. Daha ucuz qiymətə Pubadan istifadə etdim və təəssüf ki, 1-2 saatdan çox qalmır. Məsələn, nahara qədər mən bunu işdə istifadə edirəm. Nahara qədər çox gözəl görünüş əldə edirəm, amma nahardan sonra saat 6-ya kimi qat-qat yığılır. Hətta indi də gözümdə bu göz kölgəsi var, amma çox uzun bir müddət deyil ki, çəkmişəm. Hal-hazırda normaldır. Rəngləri çox gözəldir dediyim kimi. Lakin içində hamısı rənglərə aid deyil. Bəzi rəngləri var ki, məsələn, bəzən siz jurnallarda və yaxud Instagramda, YouTube'da bəzi göz kölgələri deyirsiniz, skrin eləyib göndərirsiniz ki, Lara xanım, mən istəyirəm bu cür göz kölgəsi, bu cür effekt verib. Siz bu göz kölgəsi ilə bu effekti almayacaqsınız. Cazibədar rənglər deyil, teksturası cazib deyil. Yəni, bahalı bir kosmetika fikri yaratmır insanda. Əlbəttə, bəzi rəngləri var ki, çox idealdır. Mən hətta bəyəndim, Tom Ford'un bəzi rənglərinə uyur. Amma keyfiyyət cəhətdən yox. Düşünürəm, tələbə qızlara saat 9-dan 12-yə kimi dərsdə olan və yaxud evdar xanımlara hansı ki, həftədə bir dəfə, 2 dəfə arası çıxır, bu çox uyğun bir palet olacaq. Fotosessiya üçün istifadə edə bilərsiniz 1-2 saatlıq. Hətta peşəkar vizajistlər də istifadə eləyər deyərdim ki, 1-2 saatlıq çəkə bilər və yaxud nələrisə hansısa bir hissəsini düzəldə bilər. Bilirsiniz, ustanın əlində hər bir məhsul çox gözəl olur. Lakin təcrübəsi xanımlar alıb 7-8 saat gözünə vurmaq istəyəcəksə və bazası istifadə edəcəksə heç, yəni bazası ümumiyyətlə istifadə olunmamalıdır. Qiyməti uyğundur. Bu qiymətdə məsələn Inglot göz kölgəsini yalnız 2 ədəd ala bilərsiniz, daha keyfiyyətlidir, amma 12 rəng 10-11 manata heç bir yanda satılmır. Yəni diqqətinizdə olsun.
Yəni mən almayacağam, çünki yetərincə göz kölgəsi və daha keyfiyyətli göz kölgəsi paletlərim var. Lakin sizin büdcəniz kiçik büdcəli məhsullara yol verirsə, ala bilərsiniz. İkinci məhsul yenə də Mislin markasından bir kirşan olacaq. Bu kirşanı da əlbəttə ki, mən almayacağam, çünki öz sevimli kirşanlarım var. Kirşan bir rahat, çox gözəl güzgüdən və bu cür sponjdan ibarətdir. Xahiş edirəm kommentlərdə, Lalə xanım, bu heç olmasa yuyardınız bu sponju kimi kommentlər olmasın. Çünki bunu əlbəttə ki, mən sizdən də yaxşı bilirəm. Bilirsiniz ki, məhsulu istifadə edəndə sponj şəkillənir. Onu yusaz belə bu sponj bu rəngi alacaq. Çünki artıq kirşan sponja çox hopur. Belə bir məhsuldur. Məhsulu fırça ilə istifadə etdim. Fırça ilə ümumiyyətlə effektini görmədim. Matlaşdırmadı. Sabitləyir əlbəttə ki, tonal kremi, amma uzun müddətli olmadı, yığıldı. Sponjla daha gözəl oldu, daha örtücü oldu. Yenə də deyirəm, cavan dəri üçün bu çox əla bir məhsuldur. Lakin ləkəli, problemli, mimik qırışlara malik olan dəri üçün deyil bu məhsul. Sizi fotosessiya üçün köməyinizə yetə biləcək, bir neçə saatlıq üzünüzü sabitləmək üçün yetərincə olacaq, amma ümumilikdə yəni öz qiymətinə dəyən bir məhsul olacaq. Yəni yenə də deyirəm, büdcəniz kiçikdirsə, buyurun ala bilərsiniz. Dərimi səpdirmədi, dərimdə hər hansısa bir quruluq yaratmadı, amma yəni wow effekt də görmədim. Yəni artıq öz sevimli kirşanım olduğu üçün buna bay-bay deyirəm. 2 ədəd çox gözəl bir tuş mənə təqdim olunub. Biri Isadora markasının, biri yenə də Mislin markasınındır. İkisi də həcm verən tuşlardır. Biri Intense Volume, digəri isə Big Bold maskaradır. İkisini də bəyəndim. Maskaralar söz ola bilməz. Bu qiymətə bundan yaxşı siz tuş ala bilməyəcəksiniz. Lakin hər ikisi müsabiqəyə qatılsa, birinci yerdə Mislin olacaq. Nəyə görə? Səbəbini deyirəm. Birincisi, Mislinin fırçası çox gözəldir. Hər ikisi fırçaları silikon deyil, adi, yəni dədə-baba qaydasında bildiyimiz tuşlardandır. Tuş fırçasındandır. Həcm verir, əla həcm verir. Ümumiyyətlə bunu alandan ancaq bunu istifadə edirəm. Yayılmır. Dünən kinoteatrda bir filmə getmişdik. Çox güldüm. Ağlamaq dərəcəsində güldüm. Yayılmadı. Əla bir tuşdur və bildiyimə görə qiyməti 5-6 manatdır, əgər səhv etmirəmsə. İkinci Isadora ilə hələ ağlamamışam, test eləməmişəm, amma fırçası o qədər yekədir ki, bir göz boydadır. Yəni bu gözünüzü çıxarda da bilər. Mənim üçün narahatdır. Kiçik gözləri ümumiyyətlə narahat olacaq. Həcm verir, lakin çox süni qalır gözlərdə. Həcm verəndə belə bilinir ki, siz tuş vurmusunuz və uclarında kipriklərinizin belə qara izlər qalır. Məncə bu cür effekti sevən qızlar ala bilərlər, amma birinci yerdə 10 ballıq şkalada 10 bal yığan Mislinin Intense Volume'dur. Baxın, alın, mən alardım. Məsələn, alacağam. Sonra hər kəsin artıq bildiyi, tanıdığı Isadora'nın belə waterproof eyelinerıdır. Bunu illər öncə universitet illərində mən çox istifadə etmişəm, almışam. Çox gözəl çəkir, qalıcıdır. Fırçası biraz narahatdır, amma öyrəşdikdən sonra gözəl çəkə biləcəksiniz. Biraz elə bir ki, tez quruyur, ona görə tez çəkmək lazımdır, amma çox qalıcıdır. Ağlaya da bilərsiniz, yağışa da çıxa bilərsiniz, gözlərinizi sürtə bilərsiniz. Qalıcıdır. Mən nəyə görə dəyişdim sonradan bu lineri? Çünki o belə gözəl mat effekti vermir. Biraz parıltılı linerdir. Yəni zərri deyil. Sadəcə olaraq biraz nətər başa salın. Biraz mat liner deyil. Gəlin belə deyək. Söz tapmadım ona deməyə. Ona görə deyirəm ki, mat liner deyil. Ona görə də kənara getdi bu məndə. Amma qalıcı, uyğun qiymətli liner istəyən bütün xanımlar buna nəzər yetirə bilərlər. Çox bəyəndiyim bir məhsul oldu. 50 nömrədir məndə. Mislinin bu cür dodaq boyası hal-hazırda dodaqlarımdadır. Çox gözəl natural rəngdir. Dodaqları qurutmur əsla. Nə matdır, nə parıltılıdır, krem teksturalıdır. Yarım şəffafdır biraz. Yarım şəffaf deyərdim mən buna. Rəngini 100% vermir, 80% verir. Bəyəndim, ala bilərsiniz. Cavan qızlar üçün çox əla bir məhsuldur. Düşünürəm ki, ümumiyyətlə universitetdə oxuyursunuzsa, səhər durursunuz, biraz konsillerdən istifadə edirsiniz göz altlarınıza, tonal kremi ehtiyacınız yoxdursa, bu kirşanı vurursunuz
sponju ilə əlbəttə ki, biraz örtücülük istəyirsinizsə, göz kölgələrindən istifadə edə bilərsiniz. Əlinizlə mən məsələn universitet vaxtlarında və yaxud taras tələsəndə əlimə vururam və belə göz kölgəsindən istifadə edirəm. Çox təbii alınır. Sonra isə Mislinin bu gözəl tujundan istifadə edirsiniz. Dodaqlarınıza isə natural, gözəl dodaq boyası istifadə edirsiniz. Hətta bu dodaq boyalarını belə yanaqlarınıza biraz istifadə edib ənlik kimi də saxlaya bilərsiniz. Və beləliklə bu sizin kiçik büdcəli kosmetikanız oldu. Lux markaların bu aylar ərzində, daha doğrusu bir ay ərzində test etdiyim məhsulları ilə maraqlananlar varsa, sizə maraqlıdırsa, kanalımdan ayrılmayın. Bu yaxınlarda o haqda da videom olacaq. Təşəkkür edirəm. Gözləyin videolarımı, kanalıma abunə olun. Dəstəyinizə görə çox sağ olun. Görüşərik.